Allah'ın adıyla Azərbaycan milləti, mən bir Azərbaycanlıyam. Buna görə ki Azərbaycanlıyam, o zaman Ait Ötü Çeyləqani gəldi kandida yazıldı burada. Bizdə bu Azərbaycanın haqqından, hüququndan, dilindən şairlər verdi. Bizə bundan ilqar bağladıq, bizdə bundan birlik qurduq. İnandık biləsinə. Ala mənim aile adamlarla işim yox. Birinci mən özüm çox inandım biləsinə. Yaş hakimi verdim, zindekanlığımı verdim. Çox adamlar mən o zaman deyir ki, bu yalancı bir adamdır, bu tamahkar bir adamdır. Mən qəbul eləmirdim. Çoxları ilə savaşmışdım, çoxları ilə acıqlaşmışdım. Mən indi burada o adamlar iki Çeyləqanidən intiqal edirdilər. Mən onlara hislənirdim, onlara narahat olurdum. Mən onların hamısından burada üz istirəm. Olay məndən qabaq düşünmüşdülər. Ay Çeyləqani bizə çox yalan danışdı. Biz çıxdıq eşiyə, biz tutulduq, mən zindekanlığımı verdim. Biz qoymadıq bu hərəkəti ot qolundan əvəz eləsin. Biz gəldik, birləşdik. Mən xanımımın midalın, gərdənbənini satdım meydim buna. Nə mən, neçələri, 42 metrə neçələri, fəhlələr, bənnalar, fəşdə oxuyanlar. Verdik buna. İnamımız vardı buna, inanmışdıq. Bilmirdik yalancıdır. İnanmırdıq yalancıdır. Böyüklər deyirdilər. Bəli, biz bilmirdik. Bizi bu çəhd özdü öyle bənə. Elə ki, yan qoydu bizim çiynimizə. Özü getdi, yalandan geyirəm, danışam, dörd daha yerdə, siz tutulun. Biz getdik, bunun otqolun məsalinə çıxdıq eşiyə. 42 metrdə tutulduq. Qəral bu oldu. Bu cür deyil ki, biz tutulacaq. Bu hərəkətimiz beynəlmiləli olacaqdı. Mən gedəcəm orada sözümüzü Azərbaycandan yayacağım o tərəfə. Və Ay Çeyləqani gəldi, yalan danışdı. Yine biz buna, mən ki özüm yine qəbul eləmədim. Gəldim axirdə bu şəhidi, mən bundan zəh vurdum, danışdım. Ay Ötü, neyinsən, neynəmirsən, belədir, elədir, danışdıq. Deyim, uşaqları qoyma qalsın orada, yolla gəlsin bu tərəfə. Deyim, Ay Ötü, o tərəfə nəmi niyə? Deyəsən, yolla gəlsin bu tərəfə. Onlar heyvitdilər, orada qalmasınlar. Deyim, Ay Ötü, mənim pulum yoxdur. Mən nəmi ilə yollayayım gəlsin özə. Deyim, mən burada varım, sən yolla Türkiyə. Deyim, Ay Ötü, mən Amerikaya uşaq yollamıram ha. Deyəsən, yolla Türkiyədə, orada nəm deyirlər, tutdular biləsin, nəm neynədilər, yolla gəlsin Türkiyə, Türkiyədə biz imkanat verək biləsinlər, burada dərs oxusunlar. Bu məni bu hesabından toğladı. Mənim oğlum bu şehridə dərs işlirdi. Zəng açdım biləsinə, bu şehridən gəldi bura. Benim Çeyləqani bir cür deyir. Deyir, ata Çeyləqani yalan danışıb sizə. Sən Çeyləqani inanmayacaqsan. Deyim, sən mənə inanacaqsan, Çeyləqaniyə xeyr. Deyim, mən istəsəm buradan gedəm Türkiyə, orada mənə satacaqlar. Çeyləqani burada adamları toğlayır, apar Türkiyədə. Deyir, gəlin bura, imkanat verim, neyniyim biləzi. Bunlar gedirlər, orada deyir, get yüvənə səftinam eləkinə. Bunlar məcbur olur, gedir yüvənə səftinam elidir. Gedir, gəlir, İrana da gedə bilmir, qalır orada. Çox əşağı işlər görürlər. Çeyləqani heç himayət eləmir biləsindən. Mən səhərdə narahat oldum. Deyim, sən o sözdə mi nədir deyirsən olmur? O cür danışmaz. O cür iş görməz. Zəh vurdum biləsinə kinə. Ait Öştür Əbdullahini mənə məruf elədi. Türkiyədə. Geçsin Ait Öştür Əbdullahini görsün. Ait Öştür Əbdullahi ilə mən danışdım. Öştür Əbdullahi deyə gəlsin bura. Ay Həsən Əsədi Amerikada onun mənə şümarəsini verdi. Onunla danışdım ki, Həsən Əsədini mən burada tanıyardım. Həsən Əsədiyə mən fəqət ayrı söz deyə bilmirəm. Həsən Əsədiyə bunu deyə bilirəm ki, hüsnündə onun görülür şeytan, üzünə baxmağa gözə qıymıram. O elə dəyərsiz, elə alçaqdır, onu da anlamağa sözə qıymıram. O əslən Azərbaycanın bayrağına tohin elədi bu. Azərbaycanın millətinə tohin elədi. Çeyləqani o qədərli boş qalıbdır ki, indi ona gedib sığınıbdır, ona gedib yalvarır. Gəldik, xülasə biz bunu yolladık, getdi ora. Orada mənə səhər zəh vurdu. Deyir, ata, mənə deyirlər, get yüvənə səftinam eləkinə. Deyim, ol, sən heç sazımana bağlı deyilsən. Biz heç sazımana bağlı deyil. Biz bir Azərbaycanlı yox. Deyir, mənə deyirlər, get səftinam elə yüvənə. Zəh vurdum Çeyləqaniyə, cavab vermədi. 2 dəfə, 3 dəfə zəh vurdum oğlu Ərzi Salana. Ərzi Salan ki, burada mənim xanımın biləsindən soğuşdu, neçəni oxuyırsan, deyə çağırımı oxuyuram. Mən deyim ki, mənzuri 4-də oxumaqdır. Deyir, yox, 4-də oxumuram, çağırımı oxuyuram. O zaman ki, biz gedərdik bunun
Çok şairler vardılar ki tanırlar, bilirlər. Gedərdik Ağa Çeyrəqaninin evinə, biz Azərbaycandan danışardıq, bunun oğlu İstiqlal Firuzədən danışardı. Bunun həman ərzi salan ilk İstiqlal Firuzədən danışırdı. Mən deyim, sənin dedəm bizə niyə yalan danışdı? Mənə deyir, adə sən ermənisən, mənim dedəm burada səhv eləyibdi. Sən ermənisən mənim dedəm, mən gəl ağlayasın. Deyim, ola sənin dedəm burada hər bir zadı satdı, şərəfin, vicdanın, heysiyyətin, hər zadını satdı pula məqama qoy. Nə mənə verməmişdik sənin dedəvə? Sənin dedəvə biz nə mənə vermədik? Aya həyət almadıq biləsinə, aya maşın almadıq biləsinə, aya həyətinin bir dənasını, iki dənas eləmədik, ilmək salıb sənin dedəvə vermədik, gəc çəkib sənin dedəvə vermədik, fəhlərlik edib sənin dedəvə vermədik, nə mən eləmədik biləsinə? Nəcib ağrımıza basmadıq, xanəvazəmizdən geçmədik, sindekanlığımızdan geçmədik, nəcür olmuşdu? O zaman iki sən ot qolununla Azərbaycan hərəkətin əvəz eləyəndə Məmməd Dəniz 42 metrdə tutulanlar deyirdin Azərbaycanda 2000-ci Çeyrəqani tutuldu. Azərbaycanın şairi tutuldu. Azərbaycanın iftiharı tutuldu. İndi mən sənə deyirəm, mənim uşağımı sən Ay Abdullah orada 3 dolara satır Farsa, deyir get Farsın müsabiqanatında qalçınən 3 gün Türkiyədə bundan bir nəfər biləsinə səlam verə bilmir. Axidə məcbur olursunuz bir dana mən zəh vurmuşam Salih İldirin bir dana qızı Türkiyədə buna tapşırıbdı ki, bir dana qızın evində qalıb gecə. Ay Çeyrəqani, sən o sənin ərzi salanın, səni siz Azərbaycanlılar bir belə adama sizdə üzə olmadı mənim uşağımı bir üçün Türkiyədə saxlayasınız. Siz Azərbaycan saxlaya bilərsiniz. Siz Azərbaycanlı bilirsiniz nə mənədir. Siz Azərbaycanlı gedin Lalə xanıma, gedin gör Lalə xanım, Ay Çeyrəqani, Lalə xanımı buradan çağırmışsan, Türkiyədə biləvə imkanət verin filanı. Get gör nə vəziyyətdə yaşayır orada. Ay Həsən Əsədini çağırmışsan orada, Həsən Əsədi özü mənə deyir, mən orada dəstsuyu yumuşam. Ay Çeyrəqani, şərəfsiz bu həddəcən, Azərbaycan uşağın apararlar, satarlar, dəstsuyu yuvar orada. Niyə yalan danışsan, niyə toğluysan? Gəlmişik, zəh vurmuşam, 50 dəfə cavab verməyib biləmə. Zəh vurmuşam ki, Nasriviyə ki, demokrasiyadan danışırlar, beynin səsimi bağlayıb. Özümüz ac qalmışıq, vermişik, sən yemişsən. İndi nəticə olub biz olmuşuq erməni. Niyə cavab vermişsən? Ay Əhmədovalı, niyə qoymuşsan mərdum danışsın? Niyə cavab vermişsiniz mərduma? Ay Salih İldirim, zəh vurmuşdun biləvə, niyə cavab vermişsən? Niyə Həsən Əsədi burada sümüşqa çəhləyə ki, nə qalır burada? Mərdumu toğlayıbdır. Ay Çeyrəqani, bizdən sual edirlər. Deyirlər, ha, siz iki bir belə bizə Çeyrəqani dediniz. Bu sizin Çeyrəqaniz. Çeyrəqaninin oğlu Əysalan indi gəlib burada ayağını qoyub Səid əmsali səhətdən çininə gedib Amerikada özünə mavin olubdur Çeyrəqaniyə. Ay Çeyrəqani, sənin bu oğlun hansı təşkilatda olubdur? Hansı qruhlarda olubdur? Hansı yığıntılara yığışıbdır? Hansı toplumlara yığışıbdır? Hansı Azərbaycanlı ilə bahəm olubdur? Əslən bu Azərbaycan bilir yəni mənə. Əslən məni, məfhumu Azərbaycanın lüğəvi mənisini bilir yəni mənə. Ay Çeyrəqani, sənin oğlun buradadır. Sənin oğlun burada Təbrizdədir. Bir belə adamlar tutulublar Ürümqi gölündə, bir belə filan. Sənin oğlun niyə tutulmayıbdır? Sənin oğlun niyə gəlib heç zaman bir daha toplumda olmayıbdır? Sənin oğlun niyə mühəndis Əmani'nin qəbrinin üstündə olmadı? Sənin oğlun burada nə iş gör, mərduma deyirsən, tökülün, tutulun. Mərdum töküldü, tutuldu. Xoş, sən də getdin, yedin. Ay Çeyrəqani, insan ən uca zirvə, insan ən kiçik zərrə, bunların arası insandır. Ucalmaq da asandır, kiçilmək də asandır. Qəhrəman olmaq şərəf istər, qəhrəman olmaq ləyaqət istər. O səndə olmadı, sən saxlayanmadın, səndə ləyaqət olmadı, sən Azərbaycanlı ola bilmədin. Sən gəldin Əhmədovalının ora, dünən necə Əhmədovalıya yaman deyirdiniz bir-birinizlə. Sıx, nə mənə sıxsın? Sən bir dənə mənə kəndin kətqudası ola bilmirəm, mən kəndin kətqudası deyərəm. O da nə qeyrisən bə? Sən kəndin kətqudası deyərsən, o da nə qeyrisən? Ay Çeyrəqani, nə qədər dartsan Amerikada? Ay Çeyrəqani, cavanlar burada zindandadılar. Cavanlar burada sən o da nə qədər dartsan? Sıx. Mən bir kəndin kətqudası da ola bilmərəm. Sən kəndin kətqudası ola bilməsən, o da nə qeyrisən? Məmməd Dəniz zindeşanlığın veribdir. Məmməd Dəniz hər bir zadın veribdir. Məyə bizə demirdilər. Məyə bizə Profesör Zeytabi demirdi, məyə bizə Daşqın demirdi, məyə bizə böyüklərimiz demirdi, Çeyrəqani yalancıdır, bunun da öyle bəhanə dolanmayın. Biz gəldik, düşdük sənin dalıncan, biz sənin sözüvə inandıq, biz sənin ağlamağa inandıq, biz sənin ağlamağa bir əyimiz yandı. Ay Çeyrəqani, niyə yalan danışdın bu mərduma?
Acele Hanım'ı Mehmet Dəniz'e niye yalan danıştın? Neylemiştik sana? İnanmıştık da. Azerbaycan harekatı bu der ki, sen oğlumu götürüp o gözüme mavini ediyesen. Sen indi özüme bir daha çatkudarlık istermişsen, merduma bu oğlu vereceksin. Ve de heyset yoktu, oğlu özüme mavini eləmişsən. Acele Hanım, oğlum buraya ne iş yok bu Azerbaycan'a? Bundan sonra ne işler çözsün? Neyini yıptı? Ne faaliyetten eləyibdi? Kasıbtərin adamı bu Azərbaycanın mənim Məhəmməd Dənizəm. Axma gəldi çarəmi verə bilmirəm. Acele Hanım, mənim oğlum zindandadır. Sənin oğlun hardadır? Sənin oğlun Amerikada keyfinə baxayım, Məhəmməd Dənizə deyim, Məhəmməd Dəniz ermənidir. Mən həmçin oldu, Məhəmməd Dəniz gətirib idmək salıb sənə verəndə, yiyəndə, sən əgər mən erməni olsam, sən erməni pulu ilə böyürmüsən. Sən sədəqə pulu ilə böyürmüsən. Sen yığıntı pullarla böyümüsən. Sen fəslokyenlərin pullarla böyümüsən. Sen mərdum başına sədəqə yığıb verib səni böyüdübdür. Sen indi dursan Azərbaycanlı erməni deyirsən. Sen indi durursan Azərbaycanlını telefonun qət edirsən. Cavab vermirsən Acele Qanı. Ben hətin oluydu onunla ki, ot qolunu Azərbaycan'a əvəz edirdin. Onu da zəhvirdin Məhəmməd Dəniz. Çıxın eşiyə. Nətin oldu onda ot kolundan əvəz edirdi? Səni niyə Bakı qoymadı? Səni niyə Türkiyə qoymadı? Ləyaqətin yoxdur. Ləyaqət istiri. O da səndə olmadı. Acele Qanı. Mən deyirəm, Azərbaycan, cinə Azərbaycan. Mən də bir Azərbaycanlıyam. Bunu bil. Cinə deyirəm, bunu bil, cinə deyirəm, bunu bil. Bir zaman bunu özün söhbət eləmirsən. Bura Azərbaycan deyərlər. Bu Azərbaycanlılara yalan danışsan, bu Azərbaycanlılara satsan, patrolun şüşəsini açarlar, Acele Qanı, ərzim var. Şüşədən başı veşiyə çıxardanda bir belə tüpürərlər yüzüvə. Yerləşərəksiz bizi neçiyə satdın. Nə işləyirsən Amerikada? Neyini sən Amerikada? Həsən Əsəriyə yalvarırsan, ona buna yalvarırsan. Geyik gəl, ürüzəm var, çıxarım var, geyik gəl bura. Yoxundu mərduma cavab ver, orada nə iş görmüşsən, Azərbaycanlılara nə iş görmüşsən, vəli səndə ləyaqət olmadı. Biz də bilirdik. Biz də bilirdik yoxundu. Və saları açıda bildik yoxundu. Gəldin Axmaqayada, danışdın mənim evimdə, Acele Qanı. Bildik yoxundu. Sən bizə dedin, gedin Qələyə Babəkə. Gedin Qələyə Babəkdə danışın. Qələyə Babəkdə çağrı gəldi qoyacaq. Acele Qanı biz getdik. Sen niye gelmedin? Qələyə Babəkə niye gelmedin? Acele Qanı, Qələyə Babəkə niye sen getmişsən? Bir belə cavan getdilər ora. Vəli bunu bilginən ki, sən Azərbaycanın kət xudası yox, bir kəndin kət xudası yox. Hətta bunu deyə bilirəm ki, eşidənlərdən də çox üstürəm. Hətta bunu deyə bilirəm ki, sən bu Azərbaycandan füzək əsası da ola bilməsən. Füzək əsası da ola bilməsən. Yaşasın Azərbaycan, yaşasın ki, nə burada Təbriz milləti.